Üç ölçülü qrafik modellər. Salam hörmətli izləyicilər. Bugünkü dərsimizdə kompüter qrafikasının ən maraqlı və dinamik sahələrindən biri olan üç ölçülü qrafik modellər mövzusu ilə tanış olacağıq. Kompüter qrafikası təkcə şəkillərin çəkilməsi deyil, həm də real obyektlərin rəqəmsal mühitdə modelləşdirilməsi üçün istifadə olunan güclü vasitədir. 3D modellər oyunlarda, animasiyada, tikinti işlərində, tibbi vizualizasiyada və sənayedə geniş tətbiq olunur. Bu dərsdə biz üç ölçülü modellərin mahiyyətinə, quruluşuna və yaradılma prosesinə nəzər salacağıq. Üçölçülü qrafik model nədir? Üçölçülü qrafik model real və ya abstrakt bir obyektin eni, uzunluğu və hündürlüyü ilə kompüterdə yaradılan rəqəmsal görünüşüdür. Sadə dillə desək, bu model obyektin 3 ölçü üzrə X, Y və Z oxlarında təsvir olunmuş formasıdır. 3D modellərin əsas tipləri. Sərt modellər. Bunlar nöqtələr, kənarlar və üzüklərdən ibarət olan sərt modellərdir. Adətən oyun qrafikasında və animasiya sahəsində geniş istifadə olunur. Həcmi modellər, obyektin həm səthini, həm də daxili quruluşunu göstərən daha dolğun modellərdir. Bu modellər mühəndislik və konstruksiya işlərində dəqiqliyə görə üstünlük təşkil edir. Parametrik modellər, müəyyən parametrlərlə idarə olunan və istənilən vaxt rahatlıqla dəyişdirilə bilən modellərdir. Dizayn zamanı obyektin ölçülərini tez dəyişmək lazım olduqda çox əlverişlidir. 3D modelin əsas elementləri. Nöqtə, vertex. Modelin ən kiçik hissəsidir və səthlərin yaranması üçün əsas başlanğıc nöqtə sayılır. Hər bir 3D obyektin qurulması məhz bu nöqtələrdən başlayır. Kənar, edge. İki nöqtəni birləşdirən xətt hissəsidir və modelin əsas konturunu formalaşdırır. Modelin formasını müəyyən edən skelet rolunu oynayır. Üz, face. Bir neçə kənarın birləşməsi ilə yaranan səth hissəsidir və obyektin görünən formasını yaradır. 3D modeldə gördüyümüz bütün səthlər məhz üzlərdən ibarətdir. Tor, mesh, nöqtə, kənar və üzlərin birlikdə yaratdığı ümumi konstruksiyadır. Modelin tam strukturunu təşkil edir. Modelin bütöv şəkildə necə göründüyünü müəyyən edən əsas şəbəkədir. Model yaratma prosesi. Obyektin konturunun qurulması. İlkin forma yaradılır və modelin əsas xəttləri müəyyən olunur. Bu mərhələ bütün sonraki addımlar üçün bazar rolunu oynayır. Mesh strukturunun formalaşdırılması. Nöqtələr, kənarlar və üzüklər birləşdirilərək tam tor quruluşu yaradılır. Modelin həqiqi formasını və həcm hissəsini məhz bu mərhələ təmin edir. Material və tekstura əlavə edilməsi. Modelin səthinə rəng, naxış və müxtəlif səth xüsusiyyətləri tətbiq olunur. Bu, obyektə daha real görünüş və xarakter verir. İşıqlandırma. Səhnəyə işıq mənbələri əlavə edilərək kölgələr və parlaqlıqlar düzgün tənzimlənir. İşığın düzgün verilməsi modelin realizmini xeyli artırır. Render olunması. Bütün elementlər hesablanaraq yüksək keyfiyyətli son görüntü çıxarılır. Bu mərhələ modelin final görünüşünün ekranda tam formalaşdığı andır. İstifadə olunan proqramlar. İstifadə olunan proqramlara Blender 3ds Max, Maya, Cinema 4D və SketchUp kimi məşhur 3D modelləşdirmə vasitələri daxildir. Bu proqramlar müxtəlif sahələrdə 3D modellər yaratmaq üçün geniş imkanlar təklif edir. İndi isə mövzuya aid suala baxaq. Yekun. Bu dərsdə üç ölçülü qrafik modellərin nə olduğunu və onların əsas elementlərini sadə şəkildə öyrəndik. Həmçinin 3D modellərin necə yaradıldığını və harada istifadə olunduğunu qısa və anlaşılan formada nəzərdən keçirdik. Bununla da dərsimizin sonuna çatdıq. Əgər video faydalı oldusa, bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Sağ olun və internetdə təhlükəsiz qalın.